Salam, hər vaxtınız xeyir. İnternet üzərindən pul qazanmaq istəyən şəxslər düz ünvana gəlmisiniz. İlk dəfə olaraq sosial şəbəkəyə bir video hazırlayıram. Mən YouTuber deyiləm, bloger deyiləm. Bu işlərdən anlayışım da yox idi. Sadəcə bu proyektin unikallığını görəndən sonra haqqında bəhs edəcəyim proyektin təbii ki, mən qərara gəldim ki, bir video hazırlayım. Üzr istəyirəm. Gördüyünüz bu Globus adlı layihə, Globus International 2 illik internet üzərindən bütün girib çıxdığım qazanclar içində ən pasiv və optimaldır. 2 nüansa görə mən bu proyektə unikal deyirəm. Birincisi ona görə ki, gördüyümüz iş heç nədir. Yəni, gördüyünüz kimi Androidimizə, təbii ki, iOS-a da olar, amma iOS-da proqram çox pis işləyir, yəni məsləhət görmürəm. iPhone olanlar yalnız güclü komanda yığa biləcəklərsə qeydiyyatdan keçsinlər, yoxsa məsləhət deyil. Amma Android olanlar Androidlərinə Globusun proqramını yükləyirlər. Globusun proqramını yükləyəndən sonra indi mən qeydiyyatı sizə göstərəcəm. Qeydiyyat keçəndən sonra bu saytda həmin o proqrama öz buradakı login parolu ilə daxil olurlar. Hər 15-20 dəqiqədən bir, 15-20 dəqiqə arası, bu 10 dəqiqədə ola bilər, bu bəzən 7 dəqiqədə olur, bəzən 40 saniyə olur, baxır tək duyarlarda. Bəzən 1 saata da çəkir. Adətən sistem çalışır balanslaşdırsın. Orta hesabla 15-20 dəqiqə ərzində telefonunuza bir reklam gəlir. Reklam tipli bir şəkil. Bu sizə ya ismarət şəklində gəlir, ya da birbaşa telefon blokda olarsa, bu xəbər sizə gələndə telefonu blokdan çıxaranda birbaşa ekrana çıxır. Sizin işiniz həmin o şəkilə X basmaqdır. Telefonun geri qayıt düyməsi ilə, nazad düyməsi ilə yox. Şəklin özünə X basmalıdır. Vəssalam, bu sizin işiniz. Bu qədər sadə, bəsit. Təbii ki, bunun müqabilində sizin balansınıza xırda məbləğ yığılır. Bəli, xırda. Əmin olun, heç bir proyekt sizə oturan yerdə pulsuz, parasız 5 dollar, 10 dollar verməyəcək. Bu mənim şəxsi təcrübəmdir. Vaxt itirməyin. Sizə çox linklər göndərəcəklər. İnanıram ki, bu videonun da altına qoyacaqlar. Nə bilim, gir bura, əsl pul qazanmaq yeri buradır. Əmin olun, deyil. Ya da özünüz şəxsi təcrübə istəyirsinizsə, buyurun, girin və itirəcəyiniz vaxta baxın. Mən onu il yarımdan çox itirmişəm. Nəysə, videonun altında gördüyünüz bu linkə girirsiniz. Bu linkdən qeydiyyatdan keçirsiniz. Niyə məhz bu link? Bu link mənim referal linkimdir. Bunu bir çox video yaradanlar demirlər. Mən amma bunu təbii ki, sizə səmimi deyirəm. Yəni, bir nəfər düşünməsin ki, burada nəsə, mən ancaq özümü düşünürəm və ya nəsə. Kimsə bunu düşünmək istəsə, mən niyə bu izahatı verirəm? Çünki şərhlərdə bəzən elə sözlər yazılır ki, mən təbii ki, indi kimlər o sözləri götürür özü bilər, mən elə insan deyirəm. Sadəcə kimsə deməsin ki, bu insan sadəcə özünü düşünür və s. baxın. Mən sizə göstərəcəm ki, mənim niyə referalım olursunuz və mən sizə necə başa salacağım sistemi qurmağa ki, siz də hal-hazırda ən azından mənim dərəcədə olasınız. Bir sözlə, bu linkə daxil olursunuz, belə bir səhifə açılır. Sazdaç account, yəni account yaratmaq və начать зарабатывать. Misal üçün, bu indi mən öz parolumda avtomatik qalıb. Misal üçün yazırıq bura mənim qara işlər üçün lazım olan mailimi. Sadəcə ilk dəfədir bunu video yaratmaq üçün edirəm. Yoxsa baxaq. Gördüyünüz kimi mailə 3 dəqiqə ərzində bir məktub göndəriləcək. Amma təbii ki, 3 dəqiqə deyil, bu qısa müddət ərzində bizə gəlir. Bir neçə saniyə çəkir və mən bu linki bassam indi burada açacaq. Inkognitoda bunu da istəmirəm. Bu linkin üstünə basırsınız. İndi mənim kopya eləməyimə siz fikir verməyin. Linkin üstünə basaraq bunu təsdiq edirsiniz. Və sizə belə bir burada pəncərə açılır. Bu o deməkdir ki, siz qeydiyyatdan keçdiniz. Təsdiq elədiniz. Amma bir detal var, bunu çoxları unudur və bildirmir. Bunu indi mən sizə deyim. Həmin bu təsdiq mailində sizə bir parol verir sistem. Çünki siz özünüz də gördünüz ki, biz yalnız maillə sorğu göndəririk. Və ona görə də maildəki parolu lap belə eləyim, siz də görəsiniz. Mən Ctrl-C edirəm. Bax, bunu elədim. Kopya eləyirik.
Giririk buradan Nastroyki bölməsinə, yəni ayarlar bizim tərcümələrlə desək. Tekushi parol, yəni hazırki parol yerinə məhz bunu qoyuruq. Yeni parol. Yeni parol, misal üçün, siz, bu da mənim şəxsi təcrübəmdir. Yaza bilərsiniz bura öz telefon nömrəniz, ancaq rəqəmlər və ya ancaq hərflər. Siz proqramı telefona yüklədiyinizdə, siz ancaq hərf və ya rəqəmli parolu aça bilməyəcəksiniz. Çünki proqram məhz təhlükəsizliyi baxımından kaprizlidir. Siz sayta girə biləcəksiniz brauzer vasitəsilə, amma siz proqrama girə bilməyəcəksiniz. Ona görə də mən təklif edirəm ki, siz bura özünüzdən hərf, rəqəm kombinasiyası olan bir parol düzəldəsiniz. Misal üçün, mən düzəldirəm. Böyük hərflə Rasim, R böyük hərflə Asim 1990. Подтвердите новый пароль. Bu новый parol, yəni yeni parol. Подтвердите новый parol, yəni mən bunu rus dili bilməyənlər üçün deyirəm. Yeni parolu təsdiqləyin yerinə yenə eyni şeyi yazırsınız. Rasim 1990. Və nəinki bu sayt üçün, bütün saytlar üçün bilməyənlərin nəzərinə çatdırmaq istəyirəm. Sadəcə gələcəkdə bəlkə lazım olar. Çalışın, hər bir saytda siz qeydiyyat keçəndə parolu 2 dəfə istəyəcək. Çalışın, parolu bir dəfə bura yazdınızsa, bunu heç cür copy-paste edib bura atmayın. Çünki siz burada hərfi təsadüfən səhv yaza bilərsiniz. Eyni şeyi üzr istəyirəm, səhhətim də yaxşı deyil. Eyni şeyi siz bura copy-paste edib atsınız, yəni köçürüb bura atsınız. Təbii ki, saxlanıc eləsəz qalacaq, amma siz hərfi səhv yazmışsınızsa, siz sonra tapa bilməyəcəksiniz, niyə girə bilmirsiniz. Və parolu təkrarlandan sonra saxlanıc basırıq, burada belə bir yazı çıxır, saxlanıc. Yəni ki, parol yadda qaldı. Və salam. İndi bu login və parolu mən saytla bağlı tam icmalı verəndən sonra keçib telefon proqramında da ətraflı izah eləyəcəm. İndi mən buradan logout eləyirəm icazənizlə. Mən öz akkauntuma daxil olacağam və sizə burada göstərəcəm. Daha rahat başa düşəcəksiniz deyə. Komanda bölümü. Burada gördüyünüz kimi birinci açılan kimi akkauntumuza girəndə Vaşa komanda çıxır. Bu mənə və bu mənim 21 nəfərlik komandam. Bu təbii ki, bu öz yaratdığımdır. Bunu mən sonra pozacağam. Mənə bu lazım deyil. Mən sadəcə demonstrasiya üçün sizə göstərirəm. Komanda bölümündə sizin nə qədər sizə qoşulanlar varsa, onları göstərir. Məndə indi bunu çıxsam 20 nəfərim var. Bu üçü sonradan gələnlərdir. Bunları mən yalan deyərəm. Amma buna qədər mənim 17 nəfərim var idi. Onlar yadımdadır. Elçinə qədər bunlar mənim idi. Bir sözlə, siz burada komandanızı görürsünüz. Misal üçün, biraz da bu birisi səhifədə, yəni ilk öncə ən son qoşulanları göstərir. Məndə artıq 3 dənə var. Buna keçirəm ikinciyə. Misal üçün, mənim burada oğlum var. Şəbəkəsi ən çox olan mənim hələ ki adamımdır. 21 nəfəri var. İndi çoxsunu bugün qoşub deyə. 10 nəfəri aktivdir, onlar artacaq. Aktiv, pasiv. Mən sizə bu barədə danışmam. Tak. Yaşıl nöqtə və boz nöqtə. Bunlar nə deməkdir? Yaşıl nöqtə bu istifadəçinin saytda aktiv olduğunu göstərir. Bu nə deməkdir? 24 saat ərzində minimum bir dəfə reklamı X basmaq lazımdır ki, sistem sizi aktiv göstərsin. Sistem sizi pasiv göstərsə, sizin öz referallarınızdan qazanacağınız faizlər sizə heç bir vəclə hesablanmayacaq. Ona görə də indi siz hal-hazırda təbii ki, mən necə ki birinci gün özüm tək işlədim, bütün X-ları, reklamları tutdum özdə vaxtında, siz də belə eləyəcəksiniz. Amma sizin şəbəkənizdə 100, 200, 300 adam olanda sizin heç o X-ə ehtiyacınız da olmayacaq. Çünki gələn faizlər o X-dən qat-qat artıq olacaq. Amma siz sadəcə X-i gündə bir dəfə minimum basmalısınız ki, bax bu yaşıl işıq sizdə daim olsun, faizlərinizi alasınız. Bunu qətiyyən unutmayın. Deməli, mənə də bir reklam gəldi. Baxın, mən bu proqramın hətta kompüter versiyasını yükləmişəm, indi sizə göstərəcəm. Amma çalışın telefonla işləyin. Kompüter 5 saata yaxındır yanıqdır, üzr istəyirəm, 4 saata yaxındır yanıqdır. 4 saat ərzində birinci reklam da mənə gəlir. Bax, telefonunuza da, ekranınıza da belə bir şəkil gəlir. Sizin işiniz bax bu X-i basmaqdır. Bəs sabah bitdi. Telefonda da belədir, kompüterdə. Və bundan sizə müəyyən bir məbləğ gəlir. Tutaq ki, bu sizin birbaşa adamınızdır, adamlarına baxmaq istəyirsiniz.
Burada göz işarəsi var. Basırsınız buna. Bu işarə sizə onun bütün adamlarını göstərəcək. Misal üçün baxırsınız kimdirsə bunun da 3 adamı var. Basırsınız buna. Axı bunların hamısı sizin şəbəkənizdir və bunların qazanclarından hamısından sizə faiz gəlir. Bu proyektin unikallığı məhz bundadır. Demişdim, şəbəkə marketinqi necə idi? Məhsul alırsınız, eşitmisiniz. İndi yadımdan da çıxıb düzü videonun əvvəlində mən bunu qeyd elədim ya yox. Künet, LNS, TNS necə idi? Müəyyən bir məhsul verirdiniz, pul verirdiniz, məhsul alırdınız, 2 nəfəri qoşurdunuz, piramida kimi. Bu sistem ona oxşayan bir şeydir, nə mənada? Burada piramida yoxdur təbii ki. Burada pul qoyuluşu da yoxdur. Və burada 2 nəfər limiti də yoxdur. Burada siz öz referalınız olaraq nə qədər istəsəz adam qoşa bilərsiniz. Sadəcə hər bir adamınızın bir adamı maksimum 7-ci pilləyə qədər ola bilər. Yəni zəncirvari götürsək, bir adamlar arta-arta, eyni adamın şəbəkəsi arta-arta. Biri qoşur birini, həmin o bir nəfər özünə birini qoşur, bu 7-ci mərhələdə dayanacaq. Faizlər ondan o yana hesablanmayacaq. Yəni bunun networkla bənzərliyi odur ki, digər o pullu şəbəkələrlə bütün nəfərlərdən sizə faiz gəlir. Amma balans şəklində yox, onların hər basdığı X-ə görə. Bu, ona görə ikinci məqamla unikal bir sistemdir. Nəysə, ваша komandada siz komandanı görürsünüz. Misal üçün, komandaya həmin bu şəxsə bir daha girərək istəsiz onun haqqında məlumat yığa bilərsiniz ta 7-ci səviyyənizə qədər. Siz burada baxa bilərsiniz onun varsa detalları, misal üçün telefon nömrəsi, onun meyli, onun sonuncu dəfə aktivliyi və s. və axır. Sponsoru və başqa komanda sizə nəyə görə lazımdır? Onu birazdan deyəcəm. Kimin nə etdiyini izləmək üçün. Sponsoru sizi sistemə gətirən şəxslərdir. Misal üçün bu şəxs məni sistemə gətirən adamdır. Sağ olsun, minnətdarım ona. Düzdür, gec ayrılmışıq. Proyekt 2013-cü ildən işləyir. O qədər saytlarda vaxt itirib, ayır ki, buna gec gəlmişik. Görürsünüz, primoy sponsor. Этот человек пригласил вас. Sizi bu şəxs dəvət edir. Və bu şəxsi bu dəvət eləyir. Bunu bu dəvət eləyir. Bax, mən 7 pillə bunu deyirdim. 7-cidən o yana göründü. Bu Konstantin Bizruçka kimdirsə, bizim ən 7-ci sonuncu sponsorumuz sayılır. Nəysə, burada sponsorlar haqqında görə bilirsiniz. Kim mənim linkimlə təbii ki, qeydiyyatdan keçəcəksə, sponsorlarında birinci məni görəcək, sonra Əbülfəz Mansur. Keçirik statistika komanda. Burada görürsünüz, bayaq dediyim aktiv, dünən və bugün. Mən təbii ki, hər gün aktivəm, nəinki bir dəfə X, mən bütün X-ları tuturam. Burada variant yoxdur. Və burada göstərir. Mənim birinci səviyyəm 21, birbaşa referalım var, 13 aktivdir. İkinci səviyyə 48, ümumi referalım var, 26 aktivdir və s. və axır. Buradan statistikaya baxırsınız. Və ваши ссылки. Ваши ссылки nədir? Reklamadatellik hissəsinə girmirsiniz. Bu arada siz sayta qeydiyyat keçən an girəndə sizə bunu da çıxarda bilər. Yəni bundan qorxmayın, deməyin bu nədir. Yəni birdən videoda birinci göstərdiyim kimi deyirsiniz ki, bizə bu çıxdı. Bu reklama bölməsidir. Sizin işiniz lüzi bölməsindədir. Reklama sizlik deyil. Dediyim kimi, ваши ссылки girirsiniz bura. Reklamadatellik göy blank sizlik deyil. Yəni reklam verən adamları tapıb dəvət edirsiniz və sayt sizə onların hər elə bir ki, nədir bu? Reklamla büdcətə sizin reklam verəninizin büdcəsinin 10%-ni qazanacaqsınız. Yəni bu kimdir reklam düzəldən axtaran və s. və axır. Sizə lazımdır bu. Развивайте komandı. Öz komandanızı genişləndirin. Necə ki mən link paylaşmışam, siz də mənim linkimdən qeydiyyatdan keçəndən sonra bu zəncirvari sistemdir. Bu linki indi məndə belə yazılıb, sizdə burada başqa rəqəmlər olacaq. Bunu kopya eləyəcəksiniz, dostlarınıza bu linki göndərəcəksiniz qeydiyyatdan keçmək üçün ki, onlar sizin nəfəriniz olsun. Bu hissəni unutmayın. Başqa halda onlar sizin nəfəriniz ola bilməzlər. Vəssalam. Burada da sizə öyrədir, daha doğrusu məsləhət verir. Yəni sılkaları necə göndərmək olar, bəlkə Google vasitəsilə və ya nəysə, bunlara ehtiyac yoxdur. Çünki bu sahədə o qədər güclü bilgim də yoxdur. Finansı, yəni maliyyə bölümünə giririk. Balans, bu mənim balansımdır. Hal-hazırda mən çox təəssüf edirəm ki, bayaqki videom uğursuzluqla nəticələndi. Əlim necəsə təsadüfən, ona görə buranı tez-tez yoxlayıram. Əlim təsadüfən pauzaya dəyib və nə qədər yazdığım pozulur. Yoxsa mən sizə burada hətta sistemdən çıxartdığım pulu həmin an
İndi burada 18-18 yazıb da. Bunun üstünə siz bir 3 saatda gəlin. 4 saat. 22-18-də mən bunu vurur qoymuşdum. Çox təəssüflər. Mən bunu sizə canlı demonstrasiya edə bilmədim. Balansında da bu qədər pul yığılmışdı. Ayın 6-sı gördüyünüz kimi mən 51 qəpik çıxarmışam. Ayın 10-da mənə 75 qəpik yığıldı. Amma siz siftə tək başlayıb işləyəndə siz günə yığacaqsınız, bütün reklamları tutsanız. Ən yaxşı halda 4 qəpik. 0.04. Çünki mən sizə göstərəcəm, o reklamlar sizə çox az pul verir. Mən bunları referallarımın hesabına yığmışam. Və siz nə qədər komandanızı genişləndirsəz, bir o qədər çox qazanacaqsınız. Balans bölməsində papalniz bizlik deyil, yəni hesabı doldurmaq burada. Çünki biz reklam zad verməyəcəyik. Bizə bu lazım olacaq, privisiz sredstva. Yəni hesabı köçürmək. Necə? Burada 3 köçürmə yolu var. Biri daxili köçürmə, yəni bu nədir? Tutaq ki, kimsə mənim referalım olub, mən onunla daimi əlaqə saxlayıram, maraqlanıram, aramızda yaxşı bir etibar yaranıb, o mənə deyir ki, tutaq ki, bəs mən bu pulu sənin akkauntuma göndərirəm, sən bunu mənim üçün nəqdləşdir. Deyirəm, oldu. Göndər, mən sənə nağd pulunu verim. Bu, bunun üçün müsbət. Güvəndiyiniz və pulu çıxarda bilən adam üçün. WebMoney və PayPal sistemləri. PayPal bilirsiniz, nə qədər alış istəsəz eləyə bilirsiniz, amma PayPal sisteminə pul göndərmək olmur PayPal akkauntuna Azərbaycanda. WebMoney isə olur, amma bir dənə məsələ var, WebMoney-də birbaşa nəqdləşdirmək olur. Onun 2 gözəl yolu var. Birincisi, Azərbaycanda hətta Yandexin öz ofisi də var. Onlar da səhv eləmirəmsə bunu nağdlaşdırırlar. O ofisi tapıb orada nağdlaşdıra bilərsiniz və ya WebMoney-ilə nağdlaşdırılan şəxslər tapa bilərsiniz. Necə? Gedirsiniz o şəxsin yanına, misal üçün mən belə eləyirəm. Gedirsiniz şəxsin yanına, onun WebMoney kaşlokuna, öz kaşlokunuzdan məbləğ göndərirsiniz. Tutaq ki, $10. O həmin günün kursuna uyğun çıxardıb sizə tutaq ki, bugün dollar 1 manat 59 qəpik idisə, o sizə çıxardıb 15 manat 90 qəpik verəcək. İndi ola bilər indi özü üçün biraz faiz götürsün, 90 qəpik xırda xuruşunu, yenə də bu sizin üçün plusdur. Və ya ikinci yol, əgər siz bunu etmək istəmirsinizsə, biraz uzun lərə getmək istəyirsinizsə, bunun da bir optimal yolu var. Hamınız gamebookers.com saytını eşitmişsiniz. Yəni oğlanlar bunu eşidib, çünki bu stavka saytıdır və illərcə çox populyar saytdır. Mən uşaqlıqdan bunun adını eşidirəm, üstündən artıq 15 ildən çox vaxt keçir. Gördüyünüz kimi bu saytdan girib qeydiyyatdan keçə bilərsiniz. Bu stavka saytıdır. Futbol, tennis və s. və ilaxır iddia oyunları, siz bunu bilirsiniz. Buradan qeydiyyatdan keçəndə, bura pul qoymaq üçün Mastercard, Visa Card və burada WebMoney bölməsi də var. Oradan Gamebookers-dən pul çıxartmaq necədir? Hər hansı bir ödəmə vasitəsilə pul çıxartmaq istəyirsinizsə, həmin o vasitə ilə minimum $10 ödəniş etməlisiniz. 3 ay qabaq o saytda gördüyüm qayda bu idi. Düzünü desəm indi baxmamışam və videonda bu ilə qaldırmaq istəmirəm. Gələcəkdə nəsə bu ilə bağlı sualınız olsa deyərsiniz. Və siz WebMoney ilə $10 balansınızda yığılanda onu qoyursunuz Gamebookers-ə. O pul oturur Gamebookers-də balansınıza, heç bir problemsiz. Və o pulu öz kartınıza birbaşa çıxartmaq istəyirsiniz. Master və ya Visa kartınızdan da saytda qeydiyyatdan keçir. O kart yox, heç qeydiyyat lazım deyil. Elə o kartdan $10 qoysaz, həmin karta 180 gün ərzində heç nəsiz çıxara biləcəksiniz. Amma 181-ci gündə artıq yenə ora $10 qoymalısınız. Pul itmir. Pul sizin Gamebookers-dəki akkauntunuzda oturur. Yəni toplam $20 varsa, indi karta pulu çıxardığında hansısa faiz çıxa bilər. O gəlib sizin kartınıza saytda göstərilən müddətə, indi bilmirəm, 3 gündür, 7 gündür gəlib oturacaq. Uzundəri alınır, amma alınır. Yəni optimal variantdır. Bunu mən bilən sizə izah elədim. PayPal-a qəti girişməyin. Bir daha deyirəm, kimsə çaşıb PayPal-a pul göndərmək istəyir, itirəcəksiniz, qəti eləməyin. Yoxdur belə bir şey. İstoriya platejey, yəni ödənişlərin tarixçəsi burada da göstərir. Mən elə bayaq 75 qəpik çıxartdım ki, göstərim. Sadəcə videoda problemlər oldu. Özüm də bilmədən səhv knopkaya dəyib nə qədər pauza basmışam, qırıq-qırıq düşüb hamısı, ona görə də AF bunu sizə canlı göstərə bilmədim. Burada təbii ki, mən bu videoya WebMoney qoyurdum, burada məbləği yazırdım, elə bayaq 75 il yazırsınız, privissini basırsınız. Basanda sizə bir səhifə açılır. Təsdiq eləyək, yoxsa imtina eləyək. Təsdiq eləyək, basırsınız və sizə pul gəlir. Maksimum 1 sutka ərzində pul gəlib çıxacaq. Mən indiyədək bir dəfə pulu götürmüşəm, görürsünüz, zərişinə. Akkauntda da sizə göstərəcəm WebMoney.
13 saat ərzində gəlib çatır. Yəni bir dəfə olub deyə yalan deyə bilmərəm, amma saytla danışmışam. Onlar mənə dedilər ki, pulu nə vaxt qoyursunuz qoyun. Pul normalda axşam vaxtları göndərilir. İndi bu vaxtlar ola bilər, biraz bundan bir neçə saat əvvəl ola bilər və s. və axır. Yəni arxayın olun, sistem pulu verir. Əks halda mən ilk dəfə olaraq belə bir video hazırlamazdım və bu proyektdə unikal deməzdim. Daxod bölməsi. Daxod bölməsində siz öz referallarınızın, yəni bütün komandanızın nə etdiyini və sizə nə faiz gəldiyini görürsünüz. Sizin normalda öz qazanacağınız məbləğ reklamlar olur, bax bu. 0,63. Bir reklama X basmaqla bunu qazanırsınız. İndi təbii ki, bu videoya baxan müəyyən şəxslər deyəcək, bu nə bilim baş, bu nədir, işlə məşğul olun, okey, problem yoxdur, biz işlə də məşğul oluruq. Bu sadəcə bizim əlavə gəlirimizdir. Yəni, bəyənə bilməyən indidən videodan yan keçə bilər. Pasiv bir gəlirdir bu. Və mənim referalımda bu məbləği tutanda mənə 42 gəlir. Görürsünüz, bu Metebeko mənim Türkiyədəki şəbəkənin başlanğıcı. Birinci adamımdır. O, yəni referal səviyyəmdən birinci səviyyəmdir, birbaşa adamım. O, 63 tutub deyə mənə 42 gəlir. Yəni, bu cür siz səviyyələri zaman-zaman özünüz biləcəksiniz. Bu, daxod, yəni gəlir hissəsində siz şəbəkə üzvlərinizin nə etdiklərini görürsünüz. Bu, təbii ki, mən özüməm. İndi bəzən reklamı 42 ilə də verir, 63 ilə, hətta bəzən 21 ilə də verə bilir. Sonra giririk buradan Vaşıdan. Burada siz öz detallarınızı yazırsınız. Ad, soyad, istəsəz, yəni cins, doğum tarixi, elə-belə istəsəz login. Mən onu düzü elə-belə yazmışam. Girəndə maillə girir. Öz kontaktlarınızı buraya yaza bilərsiniz istəsəz. Və finansı bölümündə WebMoney kaşlokunuzu qeyd edirsiniz. WebMoney-dən qeydiyyatdan keçmək üçün bu sayta girirsiniz. webmoney.ru minini özü satacaq. webmoney.ru sizə belə bir qeydiyyatdan keçəndən sonra kaşlok səhifəsi çıxacaq, boş. Buradan plusu basmaqla sazdać kaşlok eləyəcəksiniz. İndi məndə çıxartmadı, çünki yaxşı, elə gəlmişkən girim. Aha. Elə kakras gəlib üstünə çıxdı. Çox gözəl. Mənim Globusdan göndərdiyim o pul artıq mənim balansıma oturdu. Gördüyünüz kimi burada 50 qəpik də var. Yəni ayın 7-si falan vaxt gəlmişdi. Bu da ayın 10-u göndərdiyim kimi gəldi. Elə düz üstünə çıxdınız. Yəni inanıram ki, bu artıq sizdə heç bir sual qoymayacaq. Yəni bunu 2 saat götürək də maksimum. 2 saat ərzində pul gəlib balansıma oturur. VMZ dollar kaşlokudur. Siz açanda bunu kaşlok bölməsi tam boş olacaq. Burada plusu basırsınız, sazdać kaşlok eləyirsiniz. Buradan seçəcəksiniz. Sizdə VMZ olmayacaq. Siz VMZ, yəni burada olacaq sizdə. Mən qoymuşam deyə yoxdur. VMZ-ni seçirsiniz. Buradan ya принимаю условия данного соглашения, yəni şərtləri qəbul edirsiniz və sazdacı basırsınız. VMZ kaşlokunuz düşəcək bura. Əgər siz hansısa rubllu proyektdə nəsə qazanırsınızsa, burada VMR, bu rubl kaşlokudur. Bunu sazdacı eləyəndə sizdən şəxsiyyət vəsiqənizin üzünü və arxasını istəyəcək. Qəti narahat olmayın. Əgər istəyirsinizsə, mən göndərmişəm, ona görə məndə var. Hətta Bitcoin kaşloku da var. Bilənlər bilir, bilməyənlər üçün də deməyəcəm. Bu kriptovalyuta da çox uzun məsələdir. Bir sözlə, WebMoney bildinizlə. Bu akkauntunuz həmişə olsun. Bu proyektdə işləmək istəməsəniz belə bu akkaunt sizə kömək eləyəcək. Nəysə, davam edirik. Burada da həmin o kaşloku bura köçürdürsünüz, saxlanit eləyirsiniz ki, bundan sonra vıvıd eləyəndə bu kaşlok sizə avtomatik çıxsın. Gəlir statistikaya. Burada siz ancaq tutduğunuz reklamları, telefonunuza gələn reklamları buradan görə bilərsiniz. Bu yaşıl göz o deməkdir ki, oxunulub. Boz rəngdə o deməkdir ki, oxunulmayıb. Sizə son, nə bilim, 3, 6, 10 dənə reklamı göstərir. Yəni siz bunun vasitəsi ilə
tutduğunuz reklamların məsafə intervalını, daha bir qədər pul gəldi. İntervalını görə bilərsiniz. Üzr istəyirəm. Wypłata bölməsində siz bu gün pul çıxardan insanların siyahısını görə bilərsiniz. Mənim adım burada yoxdur, çünki bu niyəsə bu gün gec refresh olunur. Bəlkə də normaldır, bilmirəm. Mən, amma niyə mənə 20 saat yazıb bilmirəm? Baxın, mənim adım düşüb bura. O 20 saat səhvdir, amma gördüyünüz kimi sistem ideal şəkildə hər şeyi göstərir. Daska Paçota. Bu İngiliscə Hall of Fame, Azərbaycanca şərəf lövhəsi. Şərəf lövhəsi, misal üçün, Mikhail Çistov adlı adam, bilmirəm kimdir, $4137 buradan pul çıxardır indiyə dək. Bu fenomenal göstəricidir. Belə bir pul qoyulmadan yığılan saytçı. Mən əminəm ki, bu düz məsələdir, burada heç bir fonlar yox. Zagruski bölməsi. Zagruskidə dediyim kimi, Windows üçün də siz bunu yükləyə bilərsiniz. 7, 8, 10 üçün. Yükləyirsiniz və açırsınız proqramı, məndəki kimi sizə elə reklam çıxır. Məndə nə əcəbsə artıq 2 dənəsi çıxdı, amma əmin olun bayaqdan çıxmadı. Kompüter 4 saata yaxındır yanır. Windows XP üçün də hətta burada var. Əgər kimsə hələ də XP işlədirsə, yəni bunu da yükləyib istifadə edə bilərsiniz. Android sizə bu lazım olacaq. Amma ustanavi çəkəsi bassaz, hələ buradan da olar. Telefonunuzla girsəz, bu sizi Play Market atacaq. Google Play'dir, Play Store'dur, hər telefonda bir yazılır. Bir sözlə Google Play'dən girib bunu yükləyə bilərsiniz. Telefondan heç buna girməyə ehtiyac yoxdur. Və iOS versiyası var. Bilmirəm əvvəldə dedim ya yox. iOS-la girmək məsləhət deyil. Çünki yəni bilirsiniz necə məsləhətdir? O cür məsləhətdir ki, siz özünüzə güclü şəbəkə yığacaqsınız. Özünüz isə gündə bir dəfə X basacaqsınız ki, siz aktivsiniz. Çünki iOS-da reklam avtomatik gəlmir. Bilmirəm niyə problemləri var. Nəsə belədir. Siz girib ancaq iOS-dan özünüz o reklama baxa bilərsiniz. O da 3-4 saatdan bir dənə reklam gəlsə böyük şeydir. İnformasiya bölümündə burada artıq şablon şeylərdir, xəbərlər, servis, odziv, rəylər, nədən başlamalı? Mən əsas sizə marketinq planı göstərəcəm. Marketinq planı necədir? Komissiya za urovень, yəni səviyyəyə uyğun olan komissiyon sizə oturan. Burada yazıb 21% və sizə deyir güya bunu verir. Xeyr, bu belə deyil. Bu yalnız o zaman belə olar ki, reklamçının qiyməti 0,1%-dirsə, üzr istəyirəm, 1/1000-dirsə, yox, 100%-dirsə. Yox, 1000%-dirsə. Reklamçının qiyməti budursa, bunun deyir 21% gələcək sizə və 21 göstərir. Amma adətən reklamçının reklamının qiyməti bu olur. Ona görə də sizə gəlir 63. Siz özünüz bir klik basmaqla bu məbləği akkauntunuza qazanmış olursunuz. İndi təsəvvür eləyin. 7 nəfər qoşmusunuz, 7 nəfərin hərəsi klik edir və siz ümumi 14% götürürsünüz. Yəni, mən bayaq sizə dedim, səhv eləmirəmsə. Əgər normalda siz bunu qazanırsınızsa və nəfəriniz də vuranda bunu qazanırsa, nəfəriniz bunu qazananda sizə bax bu gəlir. Əmin ola bilərsiniz. Və bunu da 7-yə vursa, siz artıq görürsünüz sizin akkauntunuzda 7 nəfərin bir kliki ilə nə yapılır. Burada networkdan fərqli olaraq sadəcə bir dəfə qoşmaqla deyil. Qoşulandan sonra onun hər vurduğunun faizləri sizə gəlir. Bu fantastikadır. Məbləğlər xırda görünə bilər, amma unutmayın ki, siz bura bir qəpik də qoymursunuz. Və zaman-zaman siz bunu artırıb nələr çıxardırsınız, statistikanı görürsünüz. Və bu marketinq planıdır. İstəsəz burada özünüz büdcənizi ölçə bilərsiniz. Maksimum sizin bu qədər referalınız olacaq. Bundan oyuna getməyəcək. Çünki dilənən yer 7-ci səviyyədir. 7-ci səviyyədən o yana sizə kimi 1%. 1%-də dilənir. Amma bu özü böyük bir göstəricidir bu qədər şəxs. Təsəvvür edin, bu qədər şəxsin bir klik basmağı ilə, necə ki, bunu bayaq mən 3-ə vurdum, indi bunu da 3-ə vurursunuz. Təsəvvür edin, 960 min nəfər adamın bir dənə kliki ilə sizə elə sadəcə $33 gəlir. Təbii ki, biz bu rəqəmə gedib satmaq üçün nə bilim, nə etməliyik, amma sadəcə bir bunu təsəvvür edin. A-servisi bölməsində isə servis haqqında, yəni bu elə siz sayta girən kimi də çıxır, müəyyən burada
xoş məqamlar sizə göstərilir. Yəni baxa bilərsiniz. Keçirik podyaşka bölümünə. Mən bir daha üzr istəyirəm səhhətimə görə. Müəyyən bəlkə də etikadan kənar reflekslər ortaya qoyuram. Çavo. Buna adətən bir çox saytlarda FAQ, Frequently Asked Questions, yəni tez-tez soruşulan suallar. Siz tez-tez soruşulan sualları bax burada oxuya bilərsiniz. Misal üçün, ümumi tematika. Niyə mən şəxsi kabinetə girə bilmirəm? Mən parolu unutmuşam. Vaslana bərpa prosesini keçirəm, amma məktub gəlmir. Nə edim? Akkauntumun sınmağından necə qaçın və s. və axır. Burada bütün suallarınızın cavabını tapa biləcəksiniz, amma bəziləri yoxdur. Onu şəxsən özünün, dediyim kimi, deməmişəmsə də, mən çox eksperiment aparan adamam. Mən misal üçün bu podyaşka ilə, bunların xidməti ilə mən kalan yazışmışam. Gördüyünüz kimi uzun-uzadı mesajlar, mənə sağ olsunlar cavab da yazıblar. Mən bütün lazım olan cavabları öyrənmişəm. Yəni, burada nə yoxdur? Misal üçün, pul neçə müddətə gəlir? Mən sizə izah elədim. Deməli, daxili perivod siz eləsəz, pulu akkauntdan akkaunta göndərsəz, mən səhv girim, balans. Pulu siz akkauntdan akkaunta göndərsəz, burada anında gəlir oturacaqdır. Və minimum balansınızda 1 qəpik olmalıdır ki, kiməsə pul göndərəsiniz. Burada bilmirəm faiz çıxır ya yox, məncə çıxır. WebMoney-dən göndərəndə sistem sizdən pul çıxmır. WebMoney özü çıxır. 0,8%. Yəni bu heç nədir. Bu elə 1% demək bir şeydir. Yəni 0,50 nə deməkdir? 0,05 sizdən 0,205 bunu çıxacaq ardasa. Yəni o da gözə görünməyən bir şeydir. Əssalam. Burada yəni bilmədiyiniz budur və gəlib çatma müddəti dediyim kimi. Elə bayaq bəxtimdən elə WebMoney-yə girəndə artıq pulum akkauntda idi. Bu dəfə tez oldu, amma keçən dəfəki gecə 3-ün yarısı qoymuşdum deyə, yəqin onların iş vaxtını düşünür deyə, mənə saat 4-ə ardasa qalmış, gəldi oturdu akkauntuma. Yoxsa 5-ə qalmış, dəqiqəsində deyil, 13 saat. Buraları keçdik, podyaşka dediyim kimi. Burada oxuyursunuz. Ola bilər sizin elə sualınız var ki, misal üçün məndə o sual var, onu mən soruşacağam. Niyə bu saytın ingilis dilisi yoxdur? Mən xaricdən şəbəkə qurmaq istəyirəm. Amerikadan, misal üçün Şotlandiyadan mən tanışlarımı bura qoşmaq istəyirəm. Necə qoşum? Bilmirəm. Çünki onlar rusca bilmirlər. Mənim 2 ildir, yəni bu işlərin içindəyəm deyə mən şəbəkələrdən müəyyən insanlar tanıyıram. Amma rus dili bilmirlər deyə heç nə eləyə bilmirik. Ona görə də podyaşkaya girib, sazda ticket basıb, yəni burada əslində elə artıq sazda vəziyyətindədir. Siz bura maili yazırsınız, kateqoriyanı göstərirsiniz, nə ilə bağlı, ümumi sualdır, Androiddir, Windowsdur, ekrandır və s. və axır. Bura mövzu kimi yazırsınız və burada 1000 hərf çərçivəsində öz müraciətinizi bildirirsiniz. Təbii ki, rusca, ingiliscə yalan deyərəm, yazmamışam, amma latın hərfləri ilə, yəni bizim hərflərlə rusca yazmışam, başa düşüb mənə elə rus hərflərindən cavab verirlər. Sadəcə rus klaviaturasını yaxşı bilmirəm. Nastroyki bölümü. Bayaq mən sizə göstərdim. Biz burada parolu necə dəyişdik? Bu heç. Bunun birinci keçidi. Telegram proqramına akkauntumuzu prikrepit eləmək, yəni calamaq. Mən buna lüzum görmürəm, heç proqramla işləmirəm. Və udaleniya akkauntu. Akkauntu silmək. Misal üçün, necə demişdim, Rasim 1990 yazıram. Həmin o bayaq qeydiyyatdan keçdiyim akkaunta. Vəssalam, istəsəz burada nəsə bildirə bilərsiniz, nəyə görə bunu edirsiniz. Ən yaxşısı budur. Başqa adam adından qeydiyyatdan keçmək və udalit sözünü basanda siz orada bir pəncərə çıxır. Bu prosesə başlasaz, bunu geri qayıtmaq olmayacaq. Razısınız, yazıram, bəli, danı basıram, vəssalam, getdi. Bu akkaunt silinir. Kimsə, mən sizə məsləhət görürəm ki, kimsə gələcəkdə, düzdür, mən inanmıram ki, bu proyektə qoşulan kimsə bunu işləməsin, çox gülünc olar. Ona görə ki, daim telefondayıq və 15-20 dəqiqədən bir hansısa bir X-i basmaq kimin üçünsə problem ola bilməz. Amma kimsə indi yenə də niyəsə işləmək istəməsə, mən ona təklif edirəm ki, gələcəkdə o akkauntunu silsin ki, ondan sonraki şəxs gəlib düşsün kiminsə ondan əvvəlkinin birbaşa qoluna. Yəni, belə bir yaxşılıq eləsin. Mənə lazım deyil, mənim yetərincə adamım var, yəni siz özünüz bilərsiniz, mən bunu gələcək üçün sizə deyirəm, seçim sizindir.
Sonra nastroykada hər şeyi göstərdim və VX-də basaraq siz buradan çıxırsınız. Burada mən sizə hər şeyi başa saldım. Üzr istəyirəm. Mənə suallar gələ bilər. Misal üçün, mənim adamım yoxdur, mən necə qoşum, mən neyim? Misal üçün, mən təbii ki, əvvəlcə linklərimi müxtəlif səhifələrdə paylaşdım. Düzü zəhləm gedir bu işdən, ona görə ancaq az elədim bunu. Mən əsas dostlarımı, qohumlarımı, belə insanları qoşmuşam. Necə? Mən sizə çox rahat yolunu öyrədim. Misal üçün, sizlərdən kimsə öz dostunu qoşmaq istəyir. Dostu deməyək də, tutaq ki, bilmir də. Dost elədir ki, bir kəlməyə qoşulacaq. Məndə şəxsən qoşulub var, indi sizdə bilmirəm. Tutaq ki, hansısa bir iş yoldaşınızdır. Ya Facebookdan hansısa bir tanışınız. Sual yazırsınız. Səndə Androiddir? Deyir, bəli. Soruşursunuz. Tez-tez olsan telefonda deyir, əlbəttə. Facebook, Instagram, indi məndə yoxdur Instagram, nəysə. Əla, mən sənə başlayırsınız. Yəni olanı, mən sənə bir proqram təklif edirəm. 15-20 dəqiqədən bir telefonla reklam gələcək. Sənə sadəcə, yəni şəkil, sənə sadəcə X basmaq qalacaq. Və balansı var, xırda pullar yığılacaq. Şəbəkəni artırdıqca sənə buradan yaxşı pullar gələcək. Pasiv gəlir. Vəssalam. Çox primitiv. Kim sizə etiraz eləyəcək və hansı adına? Sizə nə deyəcəklər? Mənim buna vaxtım yoxdur. Sual, nəyə? X basmağa? Başqa bir söz gələcək, misal üçün. Nə bilim, mənim tanışım yoxdur, adamım yoxdur. Bunlar özünüz də bilir ki, günün sözlərdir. Bu şəbəkə marketinq olsaydı, 1000 manat, 500 manat pul qoymaq olsaydı, mən başa düşərdim. Bir köpüksüz, bir qəpiksiz 15-20 dəqiqədən bir dənə telefonda artıq bir dənə knopka basmaq. Yəni buna kimsə bəhanə gətirirsə, yəni siz hətta o insanları əliyərək tanıya da bilərsiniz. Yəni belə deyim sizə. Çünki biri var, siz bunu 50 yaşlı kişiyə deyirsiniz. Təbii ki, o telefonla qurtdalanmaz. Amma cavan oğlan, cavan qız, bunlar hamısı telefondadırlar. İndi mən öz yaşlarımdan düzdür biz işləsək də, biz də daim telefondayıq. İndi mən təsəvvür edirəm tələbələr nə vəziyyətdədir. Təbii ki, hamısı telefondadır. Sadəcə bizim vaxtımızda Android o qədər də güclü deyildi və kimdə də var idisə məndə yox idi. Biz elə smartfondaydıq, adi telefonlardaydıq və s. Yoldaşlar, saytla bağlı izahımı bitirirəm. Keçirəm telefonun proqramının izahına ki, mənə artıq suallar gəlməsin. Həqiqətən mən yoruluram suallardan. Çünki işləyirəm, vaxtım da yoxdur. Bu mənim işdən əlavə sadəcə bir uvliçeniyam idi. Bir hobbi kimi deyək, təzə yaranıb. Heç vaxt videoda düzəldə bilməyən adam, heç bir proyektində kimisə qoşmayan adam, mən bu sistemə necə maraq göstərdimsə, video yaratmağı öyrəndim və bu videonu yaratdım. Niyə? Ki, sizlərə çox rahat olsun. Mənə, yəni, mən şəxsən bu sistemi tək öyrənmişəm, tam eksperimentlərdir. Sizə də bildiyim qədərilə hər şeyi dedim. İnanmıram ki, mənə artıq sualınız qalsın. Xahiş edirəm, bu videoya baxmamış, kimsə mənə sual verməsin. Mən burada nələri danışdığımı bilirəm. Videoya da bir neçə dəfə baxıb biləcəm, hansı məqamlara toxunmuşam. Onsuz da videoya başlayanda da dəftərlə başlamışam, planla bilirəm nə var. Videoda olan bir sual mənə verilsə, mən ona cavab verməyəcəm. Və kimsə məndən kömək istəyirsə, problem yoxdur, eləyərəm. Amma o insan əvvəlcə mənə nickini deyəcək, mən baxacam, yəni e-mailini, o mənim sistemimdədir yoxsa yox. Mən yalnız sistemimdə olan insanlara kömək edirəm. Sistemimdə olmayan insanlara, özü bildiyi kimi qeydiyyat eləmək istəyən insanlara hesab eləyin ki, mən bu videonu temboli rus dili bilməyən insanlar üçün bir halva eləyib verdim sizə. Buyurun, yararlanın. Əsas odur bu sistemi siz də dostlarınıza yayın. Fərqi yoxdur, mənim referalım siz deyilsiniz. Olsaz təbii ki, sizə minnətdaram, çünki ən azından komanda kimi qabağa gedir. Olmasaz da çalışın sistemi yayın, çünki bu müasir dövrdə bir çoxların xırda olsa belə pasiv gəlir əldə etməyinə böyük şərait yaradır. Saytla bu qədər. Keçirəm indi telefon proqramına. Ola bilər zaman baxımından bu biraz gec olsun, yəni siz birdən kompüterlə baxıb əyri vaxt görəsiniz, amma narahat olmayın. Yəni onsuz da videolar montaj olunacaq deyə bu bilinməyəcək. Telefon proqramı da çox sadədir, onu da sizə telefonda izah edəcəm. Sizə xoş mənfəət, bu proyektdən həzz almaq arzulayıram. Əminəm ki, alacaqsınız. Bunun marağı get-gedə çıxır ortaya və gördüyünüz kimi mən başlayanda balansın 2 qəpik idi. Nə qədər idisə, indi nə qədərdir. Yəni, məndə belə sürətlə artır. Hələ cəmi 20 nəfərim var.
Bunu diqqətlə nəzərə alın. Siz bunu zaman-zaman görəcəksiniz. Nəysə. Aha, daha bir reklam. Çox sağ ol. Biraz da faiz. Telefon proqramında davam edərik. Hələlik. Bir daha sizə xoş gördük. İndi mən Globus sisteminin mobil proqramı ilə bağlı, yəni sizin əsas qazanacağınız proqramla bağlı sizə ətraflı məlumat verəcəm. Play Store-a giririk. Burada Globus Mobile yazırıq. Gördüyünüz kimi bu Globus ortaya çıxır və burada install sözü olur. Bunu bilirsiniz. Yəni skачать rusca desək. Yükləyəndən sonra təxminən 8,55 megabaytlıq bir proqramdır. Qətiyyən heç bir yüklənmə telefona vermir. S3 mini ondan aşağı telefonlarda belə çiçək kimi işləyir. Hamısı yoxlanılıb. Heç bir problem yoxdur. Megabaytı o qədər az yeyir ki, heç gözünüzə görünməyəcək. Yəni yeməmiş dərəcədə yeyir. Yəni əmin ola bilərsiniz. Tam da təhlükəsiz proqramdır. Proqramı açandan sonra qarşınıza belə bir başlanğıc çıxır. Bayaq saytda qeydiyyatdan keçdiyim maili buraya yazıram və parol yerinə həmin o rasim, böyük hərf, kiçik hərf və rəqəm kombinasiyası yazıram və daxil oluram. Vəssalam. Burada məndən soruşur ki, mənə təklif edir dostları, nə bilim, dəvət elə, napomnить позже, yəni sonra xatırlat qoya bilərsiniz. Mən komanda yığmayacam deyə bilərsiniz və ya bunu basıb linkinizi bölüşə bilərsiniz. Mən deyirəm ki, mən komanda yığmayacam. Bu hissədə, bax bu, sizin balansınız olacaq. Sizin telefonunuza reklam gələndə, bax bu, görürsünüz, burada daim bu G hərfi aktiv qalır. Siz, lap tutaq ki, indi mən proqramdan çıxıram. Bu daim sizdə aktiv qalacaq və siz bunun üstünə həmişə basanda siz proqramı avtomatik açırsınız. Sizə reklam gələcəksə, reklamı tutacaqsınızsa, bunun üstünə basacaqsınız, refresh olunacaq və o 1 dəqiqə ərzində maksimum həmin komissiyonu burada göstərəcək. Mən sənə təklif edirəm, girən kimi proqrama bunu basırsınız, bax bu hissəni. Kimin telefonunda bu yoxdursa yoldaşlar, bax telefonunuzun hardasa ya bu hissəsində, ya da bu hissəsində ortada həmişə ana stola çıxan knopka olur, bunu bilirsiniz. Ya bu hissəsində, ya bu hissəsində sizdə nastroyka hissəsi olmalıdır. Siz onu basanda orada məhz bax bunlar açılacaq, nastroyki. Mən girirəm nastroyki. Gördüyünüz kimi birincidə quş yoxdur, ikincidə var. Bunun quş olan hissəsinə yox, yazı olan hissəsinə saxlayanda bax belə bir səhifə çıxır. Siz burada mahnı seçə bilərsiniz. Misal üçün mən adətən postmanı qoyuram, bir maraqlı səsi var, amma zəif gəlir. Bunu qoyuram, mən bilirəm ki, mənə məhz bu səs gələndə bu reklamın səsidir. Vəssalam, buradan qayıdırıq. Bura nədir? Burada siz nəfərlər qoşduqca sizin komanda üzvləriniz olacaq. Və kimisə tutaq ki, öz linkinizi verdiniz, mən saytda ətraflı başa salmışam, o qoşuldu. Girəcəksiniz proqrama, düşünəcəksiniz, bəs o niyə burada yoxdur? O var, narahat olmayın. Bildiyiniz kimi Facebookda, bir çox başqa səhifələrdə, Androidlər üçün, touchscreenlər üçün, necə ki, səhifənin yuxarısından aşağı belə dartıb refresh edirsiniz, bu da eyni qaydada. Siz refresh eləyəndə sizin o nəfəriniz gəlib çıxacaq bu səhifəyə. Mən sizə bu vkladları da başa salıram. Bu nədir? Mən bunu bassam, pauza olacaq və burada da yazılacaq. Status, göstərmə statusu, pauza. Sizin telefonunuza reklam gəlməyəcək. Mən inanmıram ki, kimsə bunu pauzaya görə yükləyib. Ona görə də buna qəti dəymək lazım deyil. Onsuz da 15-20 dəqiqədən bir dənə şəkil gəlir, qoy qalsın. Birinci bölüm avtomatik maya komanda çıxır. İkinci bölüm wывод sredств, yəni pulun çıxarılması. Mən məsləhət görmürəm proqramdan eləyəsiniz. Halbuki heç bir problemi yoxdur. Amma yenə də məsləhət görmürəm. Lütfü saytdan eləyin. Orada da izah eləmişəm. WebMoney ilə çıxartmağınız daha yaxşıdır. Rekvizitləri yazaraq. İstoriya vыводов burada çıxartmanın tarixçəsini göstərir. Arxiv. Tutacağınız reklamların burada sizə arxivini göstərəcək. Siyahısını. Bu siyahı sizə nə üçün yaxşı olar?
Siz əgər reklamı gəldiyi anda tutacaqsınızsa, siz dəqiqələri özünüz üçün bir eksperiment eləyəcəksiniz. Dediyim kimi, mən eksperiment eləməyi sevirəm deyə onların hamısına bir-bir baxıram. Bütün bu sistemi mən belə öyrənmişəm. Tam hər şeyi detallı eksperiment eləməklə. Siz elə o vaxtları özünüz üçün analiz edib biləcəksiniz. Nə var, nə yox. Hansı nə vaxt gəlib, hansı aralıqda gəlib və s. və ilaxır. Пригласить друзей. Bu həmin bayaq bizə çıxan xəbərdarlıqdır. Siz bunlardan hansınınsa üstünə bassınız, ya Facebook, ya Messenger, ya WhatsApp vasitəsilə, ya mesaj vasitəsilə sizin linkinizi o şəxs, lazım olan şəxslərə göndərəcək. Buradan Aproqrami bölümündə müəyyən nələrsə oxuya bilərsiniz. İngiliscədə yazılıb, qlobal internet servisidir, birbaşa marketinq və s. və ilaxır. Aha, çox gözəl oldu. Bu elə üstünə gəldi. Gördüyünüz kimi. Dostupen новый content. Basıram bunun üstünə. Nə oldu? Gəlmir axı mənə heç nə. Oy. Aydındır. Yəqin ki, rekord gedir. Mən bir dənə baxım görüm. Bir dəqiqə mən pauzama basacağım. Görüm, bəlkə buna görə açılmır. Nəysə, üzr istəyirəm. Hətta pauzanı da basıb mən onu göstərə bilmədim. Bir sözlə. Telefonunuza bax, bu mesaj gəlir. Telefonunuz blokda olanda, bu mesaj gələndə, blokdan çıxardanda bəzən reklam birbaşa ekrana düşür. Amma Dostupen новый content o deməkdir ki, reklam gəldi. Üstünə basırsınız, o reklam şəkil formasında, bax, ümumi bütün bu ekran formasında çıxır ortaya, üzə. Reklamın bu hissəsində X düyməsi olacaq. Sizə sadəcə o X-i basmaq lazımdır. Vəssalam. Bu, sizin görəcəyiniz işdir. Qayıdırıq Globus proqramına. Vəssalam. Və vıxıdı basaraq da siz öz akkauntunuzdan çıxmış olursunuz. İndi mən daha bir pauza verirəm və öz akkauntuma daxil oluram. Bir dəqiqə. Mən öz akkauntuma daxil oldum. Sadəcə orada parol görünməsin deyə konfidensiallığı saxlamaq üçün mən üzr istəyirəm, müvəqqəti pauza basası oldum. Burada ən son 10 nəfəri sizə göstərəcək. Yəni, yenə deyirəm, kimsə üzv olubsa, bunu belə refresh eləyib yoxlaya bilərsiniz. Məndə bayaq hələ heç bura girməmişdən qabaq Osman, Razer, Romnamnam və MTV 66 bu şəxslər yox idi. Vывод sredstv. Bunları mən sizə göstərdim. Aha. Baxın, WebMoney rekvizitləri mənim burada var. Ay, üzr istəyirəm. İstoriya vıvodov. Baxın, görürsünüz, ikisi də bura düşüb. Bunun üstünə basıram 51 qəpik. Həmin burada göstərilən vaxtda. Bunun üstünə basıram, biraz öncə sizə də saytda göstərdiyim 75 qəpik. Vəssalam. Hər şey necə lazımdır işləyir. Proqram çox sərbəstdir. Heç bir problemi yoxdur. Vəssalam. Sizə uğurlar arzulayıram. Buyurun. Videonun altında qoyduğum linkdən qeydiyyatdan keçin. Mənim referalım olursunuz. Saytın özündə mənim detallarım var. Əlaqə saxlaya bilərsiniz. Dediyim kimi, mənə mailinizi deyəcəksiniz. Yəni, mən sizə ətraflı nəsə izahımı istəyirsinizsə, ya köməyimi istəyirsinizsə, mən sizi öz komandamda görsəm, 7 səviyyəlik referallarımdan birində görsəm, o mənə bəs eləyir. Bacardığım qədər sizə ətraflı izah edəcəyim, nəsə də suallar olsa da, bacardığım qədər cavablandırmağa çalışacağım. Amma bir daha deyirəm, etikadan kənara çıxmayaq. Kim bəyənmirsə buyursun, tərk eləsin. Yəni, burada məcburi bir şey yoxdur. Hər şey realdır, mən sizə göstərdim. İndi kim inanmırsa daha özü bilər. Və xahiş edirəm, vaxt məhdudiyyətini nəzərə alın. Mən videoda nələrə, hansı mövzulara toxunmuşamsa, onu ora təkrar sual yazmayın. Videonu özüm böyük hazırlamışam ki, ətraflı baxın, saytı öyrənin. Bir nəfər də artıq sual verməsin. Başqalarına siz kimisə qoşacaqsınız. Onlar sizə çox sual verəcəklər, şəbəkəniz çox olanda. Siz mənim dərdimi başa düşəcəksiniz. Ona görə çalışın, hamınız videoya tam baxın. Əssalam, bu qədər. Bir daha hamınıza xoş mənfəət, xoş gəlirlər arzulayıram. Özünüzdən müğayət olun və yalançı linklərə aldanmayın. Günə 5 dollar, 15 dollar boş söhbətdir. Bacarırsınız, bir daha deyirəm. Birjaya girişin, əla qazanacaqsınız. Və ya gedin, belə futbol dahisisinizsə, stavka atın, bəli qazanacaqsınız. Amma hansısa saytda sadəcə 5 dollar, 10 dollar belə şey yoxdur. Uğurlar, sağ olun.